Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin, əziz dostlar. Biləcəri qəsəbəsindəyik. Biləcəri DSK yolunda Orxan Market deyilir bura ərazilər, əziz dostlar. Orxan Marketin yuxarı hissəsində, belə deyək, hündür bir ərazidə, Dərman yolunda adlanır bura. Çox əla bir yerdə, hündür bir ərazidə, əziz dostlar. Qarşıda görürsünüz, 2,3 sotun içində inşa olunmuş, hündür kürsülü, padvallı bir 4 otaqlı evimizi inşallah sizə təqdim edəcəyik. Qiymət də münasibdir. Ev tam təmirlidir, əziz dostlar. Gəlin əvvəlcə sizi padvalla tanış edək. Baxın əziz dostlar, qupquru bir ərazidir. Qupquru. Rahat şəkildə, sərbəst şəkildə ayaq üstə gəzmək, durmaq olur padvalda, əziz dostlar. 2,3 sotun içində 2005-ci il arxı barajlı kombi yeridir. Bəli, bələdiyyə qərarımızda var. Evimizin yanı başı hamısı açıqdır. O işləmir, o işıq var, ələ qoşulmur. Əziz dostlar, evimiz 4 otaqdan ibarətdir. Yəni 3 yataq otağı, 1 qonaq otağı, hamam sanitar qovşaqlar, mətbəxdən ibarətdir. Evimizin daxili ölçüsü tamamına 95 kvadrat metrdir. Əziz dostlar, daxili ölçüsü 4 otaqda qiymət də münasibdir. Sonra oradan başda mətbəxdən gəl qonaq otağına qardaşım. Əziz dostlar, bura gördüyünüz kimi evin mətbəx hissəsidir. Geniş və səliqəlidir. Burada bir etisk otağıdır, yəni yataq otağı kimi nəzərdə tutulur. Bu da növbəti bir yataq otağıdır. Pəncərələrin qarşısı açıqdır. Burada da bir yataq otağıdır. Azı olaraq işıqlar bağlanmayıb yenə. Balaca qaranlıqdır, görürsünüz. Burada da hamam sanuzeldir. Evimiz təzə təmirdəndir. Deməli dostlar, evimizin üstü dəmir şifirdir. Hal-hazırda qonaq otağındayıq. Turatdan keçməyən zəhmət olmasa. Evimizin kombi sistemi də çəkilib. Hər şey ideal vəziyyətdə, əziz dostlar. Deməli, hal-hazırda durmuşuq qonaq otağında. Qonaq otağının ölçüsü 7'nin 4'ə. Yəni tam 28 kvadrat metr, əziz dostlar. Qonaq otağımız ölçüsü 28 kvadrat metrdir. Bu evimiz ümumən 2,4 sotdan inşa olunub, bələdiyyə qərarı var, arxı barajlı, hündür bir ərazidə, əziz dostlar. Qiymət də təyin olunub. Ev sahibi tərəfindən 110.000 manat. İnşallah ki, real müştəriyə də endirim olunacaq. Yəni sonunda təkrar edirəm. Evimiz 4 otaqdan ibarətdir. 2,3 sotda. Allah xeyir versin, alana, satana və əziyyət keçən bizlərə də. Burada indi müəyyən şeylər ki var, onlar yəqin ki, təhvil verilir. Xırda tamamlanma işləri var, onlar təhvil verəcək, tam təhvil verəcək. Çöldə kimi rəng vurulacaq, evin çöldə də çöl rəngdə vurulacaq Allahın köməyi ilə, sağlam tərəfimiz edəcək. Əziz dostlar, hər birimizdən xahiş edirik, səhifəmizi bəyənib, videolarımızda rəng yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.